Qatiyyətlə demişəm, mən Türkəm, mən Azərbaycanda dünyaya gəlmişəm, atam da Türkdür, anam da Türkdür və bu işi Türkəm, iftixar edirəm. İranda prezidentliyə namizəd Məsud Pezeşkiyan belə deyib. Bu, onun əvvəllər verdiyi müsahibələrin birindəndir. Evdə uşaqlarımla hətta farsı qoymamışam danışalar əvvəldə, türkü danışmışıq, yəni mən. Bir çıxışında isə Pezeşkiyan Novruz təbrikini həm də Azərbaycanca çatdırıb. Əziz millətimizə və Azərbaycan əhlinə salam arz edirəm. Allahdan istəyirəm ki, bu il tovam olsun salamətliyinə, izzətinə, baş uzalığına. Ki این بچه ها بشن در نتیجه با تمام وجودمون bütün vücudumuzla Azərbaycandakı bacı qardaşlarımıza sevgi bəsləyirik, onları sevirik və onları özümüzdən hesab edirik. داریم اونا رو خودمون uçaydım bu çırpından yelinə, bağlaşaydım dağdan aşan selinə, ağlaşaydım uzaq düşən elinə, bir görəydim ayrılığı kimsaldı. Ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi. Sən də qaytar göylərə sal bu səsi. Bayquşun da dar olmasın qəfəsi. Burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Sağ olun.